Salam, Allah'tan hər bir evə ruzu bərəkət arzu eləyirəm. Mən bugün çökəltmə kabab hazırlayıram. Onun üçün mənə lazımdır toyuğun sinə əti, kartof, qatıq, pomidor sosu, tomat, toyuğumuzu marinə eləmək üçün sarı kök, pul biber, narın, şirin biber. Yuyub təmizlədiyimiz toyuqları nazik uzun doğrayırıq. İki xörək qaşığı duru yağ vururuq. Bir qaşıq qatıq əlavə edirik. İndi isə yaxşı qarışdırıb ətimizi bir saat xaladenikdə saxlayırıq. Ətimizi marinə etdik, üzərini streçlə bağlayıb bir saat xaladenikdə saxlayırıq. Qatıqlarımızı bu cür nazik doğradıq. İndi isə yağda qızardırıq. İndi isə bir saatdan artıq saxladığımız əti yağda qızardırıq. İndi isə üzəri üçün sos hazırlayıram. İki qaşıq tomatı yağda qovurur. Tomatı qovurduktan sonra üzərinə yayda hazırladığımız pomidor sosundan bir kasa dökülür. Üzəri üçün isə sarımsaq qatıq hazırladıq. Əvvəlcə qızartdığımız kartuşkaları bir nimçəyə yığırıq. İndi isə üzərinə sarımsaqlı qatıq əlavə edirik. İndi isə tomat sosunu əlavə edirik. Ən sonunda isə ətləri əlavə edirik. Yemeğimiz hazırdır. Hazırlayıp yiyen herkese nuş olsun.